Qazax rayonu Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, baş vermiş yanğın Nazirliyin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb. Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub. Yanvarın 7-si Gəncə şəhərində Daşkəsən rayon sakini 2003-cü il təvəllüdlü Zamir Rızayevin üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 17 yaşlı şəxs saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.